Salam, hörmətli abituriyentlər. Birinci Qarabağ müharibəsini qısa şəkildə izah etməyə çalışacağam. Diqqətlə dinləyin, ümid edirəm ki, bu video sizə çox faydalı olacaq. Birinci Qarabağ müharibəsi 1991-ci ildən başlayaq, separatçıların Dağlıq Qarabağ Respublikasını yaratması. Ümumiyyətlə, bax, bu ərazi ki var, bax, bu yaşıl ərazi, bu güya İkinci bir erməni dövləti idi. Yəni Dağlıq Qarabağ Respublikası. Yəni bir erməni dövləti Ermənistan Respublikasıdırsa, ikinci erməni dövləti də Dağlıq Qarabağ Respublikasıdır. Dırnaqarası. Cənab Prezident hər zaman çıxışlarında deyirdi ki, biz icazə verməyəcəyik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Bax, bunu nəzərdə tuturdu. Çünki birincisi artıq İrəvanda yaradılmışdı. 91-ci ilin sentyabrında isə separatçılar, ermənilər, Dağlıq Qarabağ dediyimiz ərazi, bax bu ərazidir, bu yaşıl ərazi. Yəni Kəlbəcənin böyük bir hissəsi bura düşmür, Laçın bura düşmür, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, yəni düşmür Dağlıq Qarabağa, amma tutmuşdular. Yəni üstsüzlüyün dərəcəsinə bax. 91-ci ildə Dağlıq Qarabağ Respublikası yaradılır. 91-ci ilin noyabrında Azərbaycan Müdafiə Nazirliyi yaradılır və Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında qanuna əsasən özünü müdafiə batalyonları yaradılır. 91-ci ilin 20 noyabrında Qarakənd faciəsi baş verir. Azərbaycanlı diplomatları daşıyan vertolyot ermənilər tərəfindən vurulur. Azərbaycan tarixində ən böyük faciələrdən biridir. 1991-ci ilin 26 noyabrında Azərbaycan Ali Soveti DQMV-nin statusunu ləğv edir. Biz bilirik ki, Dağlıq Qarabağ Respublikası yaradılmışdı. Daha doğrusu, üzr istəyirəm, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı 1923-cü ildə və 91-ci ildə artıq Azərbaycan hökuməti bunu ləğv edir. Onun statusunu ləğv edir, amma onlar bizi saymırdılar. Deyirdilər ki, biz müstəqiliyik. 91-ci ildə onlar Meşəli kəndində soyqırım törədirlər və Şuşa blokadaya düşür. 92-ci ilin yanvarında bizim ilk planlı əməliyyatımız Daşaltı əməliyyatı həyata keçirilir. Lakin Daşaltı əməliyyatı uğursuzluqla nəticələnir. 92-ci ilin yanvar-fevral aylarında Kərkicahan, Qeybalı, Aşağı və Yuxarı Quşçular, Malıbəyli, Qaradağlı kəndləri işğal olunur. Qaradağlı faciəsi törədilir. 92-ci ilin 26 fevralında isə yeganə hava limanı olan şəhərimiz Qarabağda Xocalı ermənilər tərəfindən işğal olunur. 613 vətəndaşımız şəhid edilir faciəvi şəkildə və aprel ayında da Ağdaban faciəsini törədirlər. Bu terror aktlarını törətməkdə əsas məqsədləri Azərbaycanlıların gözünü qorxutmaq idi. Yəni ki, biz qorxmalıyıq, ermənilər gəlməmiş artıq qaçmalıydıq. Ona görə edirdilər bu faciələri. Bu insanlığa yaraşmayan hərəkətləri. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini ATƏM-də müzakirəyə çıxarır ki, bəs bütün dünya artıq bunu görməlidir, ermənilərin törətdiklərini və Ermənistana sanksiyalar tətbiq olunmalıdır. Ermənistan məcbur edilməlidir ki, bu əməllərindən əl çəksin. ATƏM də Minsk qrupunu yaradır. Minsk qrupu da ciddi fəaliyyət göstərmir, ancaq bəyanatlar verir. 1992-ci ilin fevralında Azərbaycan hərbi aviasiyası yaradılır. 92-ci ilin martında isə Azərbaycan Milli Qəhrəmanı adı müəyyən olunur. 92-ci ilin 8 mayında Şuşa işğal olunur. Bununla da düşmən Dağlıq Qarabağın bütün ərazisini işğal etmiş sayılır. Yəni artıq Şuşanın işğal edilməsi ilə həm də Tehrandakı sülh danışıqları yarımçıq qalır. Yəni bunlar bir tərəfdən İranda bizlə sülh danışıqları aparırlar güya. O biri tərəfdən də Şuşaya hücum edib Şuşanı tuturlar. Yəni bir üzləri yox idi da təbii ki. Və Tehrandakı sülh danışıqlarına vaxt yarımçıq qaldı Şuşanın işğal edilməsi ilə. 92-ci ildə 15 mayda Daşkənd müqaviləsi imzalanır. Daşkənd müqaviləsi ilə də SSR-nin əmlakı ondan ayrılan dövlətlər arasında bölünür. Azərbaycan da müəyyən pay əldə edir burada. 92-ci ilin 15 mayında Laçın işğal olunur. Laçın işğal olunması ilə Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa dəhliz yaradılır. Baxın, buradır dəhliz. Bu işarələdiyim yer. Yəni Ermənistandan gəlirdi, bu dəhlizdən keçib Dağlıq Qarabağa daxil olurdu. Yəni sual düşsə ki, Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa dəhliz yaradıldı.
Laçının işğalından sonra. 92-ci ilin iyun ayında Elçi bəy prezident olur və bundan sonra ordumuzun belə deyək, koordinasiyalı şəkildə hücum əməliyyatları başlayır, əks hücum əməliyyatları. Ağdərə istiqamətində hücuma keçirik və Ağdərə əməliyyatı nəticəsində Kəlbəcər-Ağdərə Tərtər yolu ordumuzun nəzarətinə keçir. Ağdərə şəhəri daxil olmaqla xeyli ərazini azad edirik və Xankəndiyə yaxınlaşırıq. Yəni işğal olunmuş ərazilərin artıq 50% işğaldan azad olunmuşdur. Yəni bu zarafat məsələ deyil. Ermənistan-Azərbaycan ərazisindəki yeganə anklav olan Başkənd düşməndən təmizlənir. Anklav bir ölkənin başqa ölkənin, qonşu dövlətin ərazisində olan ərazisidir. Belə deyək. Məsələn, Ermənistan ərazisidir. Burada onun bir ərazisi var. Məsələn, anklavdır. Bizim də Ermənistan ərazisində anklavlarımız var. Başkənd düşməndən təmizlənir 92-ci ilin avqustunda. Amma xarici siyasətdə səhvlər buraxırıq. Elçi bəy Rusiyaya qarşı çox sərt mövqe, həddən artıq sərt mövqe nümayiş etdirir. Eyni zamanda İrana qarşı da sərt mövqe ilə seçilirdi Elçi bəy. Belə bir vəziyyətdə, yəni Ermənistanla müharibə aparırsan, qonşularla, bütün qonşularla, yəni bunu eləməməlisən də. Rusiya Ermənistanı qismən müdafiə edirsə, sən durub sərt çıxış edirsən, artıq açıq şəkildə Ermənistanı müdafiə edəcək. İran əgər bir tərəf idisə, tutaq ki, sən durub deyirsən, İranda yaşayan Azərbaycanlı qardaşlarımız haqları, hüquqları zad, İran artıq başlayacaq Ermənistan əl altından kömək eləməyə. Yəni bu şeyləri nəzərə almaq lazımdır. Yəni burada deyəndə ki, xarici siyasətdə buraxılan səhvlər, Elçi bəyin bu səhvləri nəzərdə tutulurdu. Tamam, Elçi bəy vətənpərvər insan idi, millətçi insan idi. Öz ölkəsini sevirdi. Amma bu kimi siyasi səhvlərə yol verir. 93-cü ildə artıq Rusiya bizdən açıq şəkildə tələb edir ki, MDB-yə qoşul. Təbii ki, Elçi bəy də bununla razılaşmır. Razılaşmır Azərbaycan bu təkliflə. 93-cü aprelində Kəlbəcəri gedir. İyun ayında Sürət Hüseynov qiyam qaldırır. Rusiyanın əli ilə. Bu da Rusiyanın adamı idi. Gəncə qiyamı. Və ermənilərin əli qolu asılır. İyul ayının əvvəllərində Ağdərə yenidən belə deyək, ermənilərin nəzarətinə keçir. 23 iyulda Ağdam Ermənistan tərəfindən işğal olunur. Gördünüz nə qədər ərazi itirdik. 93-cü ilin avqustunda Füzuli, ardıcan Cəbrayıl işğal olunur. Qubadlı 93-cü ilin 31 avqustunda işğal olunur. Və 93-cü ilin 29 oktyabrında Zəngilan işğal olunur. 93-cü ilin oktyabrında Heydər Əliyev prezident seçilir və onun prezident seçilməsindən sonra vəziyyət müəyyən dərəcədə dəyişir. Noyabrın 1-də Müdafiə Şurasının yaradılması haqqında qanun qəbul olunur. Noyabrın 2-sində xalqa müraciət edir televiziya və radio ilə və cəhbə xəttinə gedib özü də konkret tədbirlər görür. Və 93-cü ilin dekabrında düşmənin Beyləqan istiqamətində tank hücumunun qarşısı alınır. 93-cü ilin dekabr-yanvar aylarında isə biz Horadiz əməliyyatına başlayırıq və Horadiz qəsəbəsini, Füzulinin 22 kəndini azad edirik. Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olunur. Sonrakı günlərdə Cəbrayıl və Kəlbəcərin bir neçə kəndi işğaldan azad olunur. 94-cü ilin fevralında Murovdağ əməliyyatı həyata keçiririk. Baxın bu istiqamətdə Kəlbəcərə. Lakin sərt qış, hava, iqlim şəraiti səbəbilə bu əməliyyat uğursuz olur. Amma Ağdam, Tərtər, Murovdağ istiqamətində hücum nəticə verməsə də müəyyən mənada biz üstünlüklər qazanırıq. Və nəhayətində 1994-cü ilin mayında Bişkek protokolu imzalanır. Bu gördüyünüz fotolar, gördüyünüz kimi Azərbaycan və Ermənistan arasındakı razılaşmalarla bağlı. Bu Bişkek protokolu Rusiya və ATƏM-in vasitəçiliyi ilə imzalanır və bu sülh deyildi. Bu atəşkəs idi. Yəni müvəqqəti olaraq atəşi dayandırırıq. Münaqişə dondurulur, belə deyək. Münaqişədə iştirak edən tərəflərin Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən bu protokolla 94-cü ilin mayın 12-sindən Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar dayandırılır, atəşkəs elan olunur.
və bununla da 1-ci Qarabağ müharibəsi dayandırılır. Yoldaşlar, 1-ci Qarabağ müharibəsi budur. Ümid edirəm ki, bu video sizin üçün faydalı olar. Ətraflı şəkildə, eyni zamanda qısa şəkildə izah eləməyə çalışdım. İndi isə vəsaitdən mövzunu öyrənək. Hər birinizə uğurlar arzulayıram. Hələlik.